Hörmətli dostlar, dəyərli həmkarlar, keyfiyyət mütəxəssisləri. Keçən dəfə danışdığımız kimi mövzumuz təbii ki, keyfiyyətin idarə etməsidir. Keyfiyyətin idarə etməsinin təşkilidir və keçən bildiyi kimi keyfiyyətin idarə etməsi, keyfiyyətin təminadı və keyfiyyətin nəzarət hissələrdən ibarətdir. İlk öncə onu demək lazımdır ki, müasir dünyada, Azərbaycanda və xaricdə fərq etməz, bütün işlər müqavilələr əsasında qurulur. Dolayısıyla müqavilə bağlandığı zaman işin və yaxud xidmətin qiymətinin razılaşdırılmasına paralel texniki tələblərin də razılaşdırılması adətən əks olunur. Amma bəzən olur ki, həmin müqavilələrdə texniki tələblər və keyfiyyətlə bağlı tələblər əks olunmur. Bu halda təbii olaraq Azərbaycanda mövcud olan, Azərbaycan ərazisində işləyən təbii ki, şirkətlər Azərbaycanda mövcud olan standartlara istinadən işlərini təşkil etməlidirlər. Bugünkü mövzumuz təbii olaraq videoda gördüyünüz kimi compliance conformance hissəsinə nəzər etmək istərdim və qeyd etmək istirdim ki, özəlliklə işlədikcə biz qarşılaşırıq ki, müəyyən layihələrdə texniki tələblər ilə bağlı müəyyən boşluqlar olur. Bu halda mütləq şəkildə Azərbaycanda işləyən şirkətlər dövlət normalarına, VTN-lərə, GOST-lara, SNIP-lərə və s. və ilaxır hal-hazırda aktiv olaraq görsənən dövlət tərəfindən qəbul olunmuş normalara istinad etməlidirlər. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.